danışdırırsan İran şəhrini, Qacar zamanı çox səfeh bir zamanı idi. Niyə? İlk saat Türkmənçay, Gülüstan, Qoldesmir, Paris filan Bəhman bunlar hamısı bizdən ayrıldı. Axı əvvələn besavad, gic. Onlar heç sən dərdikələ ayrılır. Yenə buna ta ki deyəsən Türkiyə, məsələn, kollu keşvər Türkiyə, sən 100 il tutasan, 100 ildən sonra o istiqlal tapar, çıxa gedə deyəsən o Türkiyə mənimdir ha. Xeyr. Türkiyə sən dərdi ki, hələ deyəsən ki, ora məndən ayrıldı. Sən necə məsələn Qafqazı ya Türkmənləri, ya Əfqanları, ya Sistanları, ya ərəbləri özündən biləsən. Onlar sənin dərdi. Onlar İranın dərdi. Ki hələ səndən deyəsən məndən ayrılır. Bu bir. İkinci, o xidməti ki A Məhəmməd xan Qacar gördü. Keşvər İrana indiki coğrafiyasını saxladı. Bu tarixdə heç bir şah o işi görməyib. Və o xidməti ki Fətəli Şah gördü. Kolli İrana girədə heç bir şah o işi görməyib. Fətəli Şah olmasaydı indi İran adında məmləkət yox idi, besavad. Fətəli Şah olmasaydı indi bura biz ya Rus danışırdıq, ya ərəb dildə danışırdıq və sizlər də ehtimalən türkü dildə danışırdınız. A Məhəmməd xan Qacarla Fətəli Şah Qacarın siz gərək ələyan öpəsiz. Gərək sərdaşam onlara xeyir-dua eləyəsiz. Ki indiki İran böyük ola ya kiçik ola, onların olmağına görə, onların çalışmağına görə saxlanılıbdır. Kollu xandan-ı Zəndiyədə bir Kərimxan hələ o əl bu əl bizə yaxçı idi. O da ey belə yaxçılığı ilə, ey belə indi Kərimxana eləyirlər. Bütün faslı eləyirlər. Bu da hamımız bilirik. Yoxsa elə bir zat dərdi. Elə bir xas bir adam dərdi. O coğrafiya ki o tutmuşda sən qabını müqayisə edər o coğrafiyanla ki indi İranın var idi. Ya indi A Məhəmməd xan Qacar gəldi diriltdi. Və hamımız yenə bilirik. Qacar tənha hökumət idi. Kollu tarix İranda ki həm teknolojiyi saxlamışdı, həm də öz öbəhatını saxlamışdı. Yəni Nasirəddin Şahdan o ələ İranın öbəhatı aradan getdi. Nasirəddin Şah ki öldü, ondan sonra İranın öbəhatı da koldan qurtuldu, getdi şimdi dalsı can. Qacar Türk hökumətidir düz. Amma ey belə ki xeyri Faslara yetişdi, heç Türklərə yetişmədi. Pəs Faslar, İran şəhərlər, bizərrə qədşinas olun, Qacarın qədrini bilin.